Astara dövlət sərhədindən buraxılış məntəqəsində İrandan gələn və müxtəlif ölkələrdə olan xarici vətəndaşların təxliyəsi fasiləsiz olaraq həyata keçirilir. Bu gün təxliyə olunanlar arasında Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna və İtaliyada olan şəxslər də var. Təxliyə prosesində sərhəd əməkdaşlarının peşəkarlığı, nəqliyyat vasitələrinin düzgün koordinasiyası, tibbi heyətin hazır vəziyyətdə dayanması və ümumi təşkilatlanma səviyyəsi diqqət çəkir. Hər bir vətəndaş sənəd yoxlamasından sonra müvafiq nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınır. Mən milliyyətcə İranlı olan Amerika vətəndaşıyam. Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın Azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi. Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşların təxliyəsi üçün Azərbaycan ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.